Hamıya salam. Bu vlogu başlamamışdan əvvəl sizdən bir şey xahiş etmək istəyirəm. Mənim YouTube kanalıma abunə olmağı unutmayın. Bu vlog çox qarışıq olacaq və bu vlog əslində 8 mart çıxmalı idi, amma heç nə olmaz bir gün keç paylaşdım. Üzrlü sayın. Sizi 8 mart bayramı ilə təbrik edirəm. Məncə təbrik etmək heç vaxt gec deyil. Türkiyəyə gələndən ilk dəfədir ki, dırnaqlarımı düzəltdirmişdim və bəyəndim. Amma yenə də bahadır. Yəni sadəcə öz dırnaqlarıma geyil və French 50 oldu. Amma məncə 50-yə bu biraz bahadır. Və nəzərə alsaq ki, burada hələn bilirsiniz nəyə pul götürürlər. Forma məsələn kvadrat idi məndə. Mən aval istədiyimə görə ona görə pul götürürlər əlavə. Təcili olaraq burada özümü etməliyəm və ya başqa salon tapmalıyam. Daha sonra mən bir fotoqraf ilə tanış oldum. Adı Anastasiyadır və 24 yaşı var. Və əgər bu vloqa baxırsa, Nastya privet. Qısa olaraq Nastya deyim, çünki Anastasiya deyənə kimi. Deməli Nastyanın çox qəşəng fotoaparatı var və biz Instagramda tanış olduq. Bir-birimizə yazdıq, əlaqə saxladıq və görüşməyə qərar verdik. Və əgər mənim izləyicilərimdən kimsə İzmirdə yaşayırsa və özünə fotoqraf istəyirsə, Nastyanı çox məsləhət görürəm. Biz dəhşət çox şəkil çəkdirdik və bir dənə bu şəkillərə baxın. Wow! Mən səbirsizliklə gözləyirəm ki, Nastya bu şəkilləri düzəltsin və mən onları post olaraq Instagramda paylaşım. Dediyim kimi vlog biraz qarışıq olacaq, çünki fərqli kadrlardır. Amma məncə bu kadrlar qəşəngdir və istəyirəm sizlərlə də bu kadrları paylaşım. Çünki mən rəyləri oxuyuram və görürəm ki, bəzi xanımlarda Instagramları yoxdur. Amma kimin Instagramı varsa məni orada da izləməyi unutmayın. Çünki burada paylaşa bilmədiyim videoları Instagramda paylaşıram. Burada hələm 7 mart idi. Dediyim kimi vlog çox qarışıqdır. Biz Nastya ilə şəkillər çəkdirdik. Ondan sonra oturduq, kofe içdik, söhbət etdik. Daha sonra Nastya dedi ki, sabah 8 martdır, nə edirsən? Mən də düşündüm ki, biz Mursal ilə axşam yəqin ki, harasa gedəcəyik. O da mənə dedi ki, amma sabah səhər bir parti keçiriləcək. Deməli, gül mağazasıdır və həmən gül mağazasının yiyəsi bir xanımdır. Ukraynalıdır. O xanımlar üçün fərqi yoxdur. Ruslar, Azərbaycanlılar, Qazaxstan 8 marta özəl bir parti keçirir və Nastya məni ora dəvət etdi. Və nə düşünürsüz? Yaxşı ki getdim. Çünki düz 20 nəfər qızla tanış oldum. Hal-hazırda mən videonu səsləndirirəm və azan səsi gəlir. Mən oruc tutmuram, amma əgər kimsə oruc tutursa, Allah qəbul etsin. Mən oruc tutmasam da, Ramazan ayı mənim üçün çox müqəddəs aydır və mən həmişə dua edirəm. Allah sizin də dualarınızı qəbul etsin. Deməli, bura əslində gül mağazasıdır və elə də böyük deyildi, amma çox maraqlı idi. Çox maraqlı keçdi. Fərqli ölkələrdən xanımlar var idi, amma nə yalan deyim, bir dənə də Azərbaycanlı xanımla tanış ola bilmədim. Qazaxstandan, Özbekistandan, Ukraynadan, Rus, Koreya və Amerikadan xanımlar var idi. 90% də xanım rus dilli idi. Və əyləncə sonra bitdi. Biz qızlarla tanış olduq və getdik kafeda yemək yeməyə. Ondan sonra mən xanımlardan ayrıldım. Qızlardan ayrıldım. İndi isə gedirəm evə. Dəhşət çox adam var. Kalabalıqdır bir sözlə. Bayramdır, hamı çıxıb. Baxa görürəm nə var. Vay. Maraqlıdır. Baxın, kişilər də qoşulub. Türkiyədə dəhşət çox ölümlər var. Salam, necəsiz? Bugün çox qəşəng hava var. Dünən evə gələn kimi dəhşət yorğun idim. Amma yaxşı oldu ki,
Həm işimə görə, həm də yeni tanışlıqlar oldu. Görün nə qəşəng binalardır. Biz indi evimizdən biraz qabağa gedirik və orada marketlər var, Migroslar. Amma bir dənə Migros'a girəcəyik, sonra A101, Carrefour var. Amma biz Migros'u sevirik, Migros'a gedəcəyik və ev üçün bazarlıq edəcəyik. Həm də sizə də göstərim, çəkim. Çünki keçən səfər mən vloga təzədən baxıram ki, çox şey çəkə bilməmişdim bazarlıq vlogunda. Dəhşət çox market var burada. Amma bu səfər istəyirəm ki, çəkim və hər şeyi bir-bir göstərim. Çünki o Carrefour'da baxırdılar belə ki, telefonla çəkmək olmaz falan. Amma burada baxmırlar, heç kəs yoxdur. Ona görə rahatlıqla çəkəcəm. Hər küncdə itlər yatır, günəşin altında. Burada da. Dəhşət çox it var. Özdə ki, istədiyim ki, balaca itlərdir. Heç də balaca itlər deyil, hamısı böyük itlərdir. Buna baxın, Zal mağazinin qabağında. Araba çıxan adam gələ edəcək. Stulda. Ey! Adam da elə bir, adam kimi baxır. Bu da burada yatır. Belə yulaflı granulalar götürdüm səhər yeməyinə. Çox dadlıdır. Nəslənimdir. Bilmirəm, başqa var. Amma görməmişəm. Tomat, milfək, çünki tomatımız qutarıb. Bu sarmanı da biz çox bəyəndik. Ona görə bu sarmanı da götürürük. İçini necə eləyirlərsə, elə bil ki, ət yeyirsən. Amma halbuki içində ət yoxdur. Bu turşunu götürüm, qəşəng görünür, həm də ki, endirimdədir. Bunu da götürürüm. Buna baxın, deməli makarondur. Hazır yeməkdir. Mikrovalnovkaya atırsınız. Bir dəqiqəyə hazır olur. İsti makaron. Mərci supu da var. Nə bilim, fərqli belə. Bulgur. Bir də ki, burada Banditin nuggetsları da çox dadlıdır. Amma nuggetsdan çox, nuggets balaca olacaq da əsəbləşirəm. Amma bu pirinç yox. Mən şnitzel istəyirəm, amma sadə olan şnitzel. Sadəsi yoxdur. Sadə şnitzel yoxdur, belədir. Nə? Pendirimiz qutarmışdı, ona görə pendiri də götürürəm. Deməli, burada nənə, bud, şirin biber lazımdır və nane lazımdır. Fəsləgən nədir? Fəsləgən nədir? Nanədir də fəsləgən, yox. Bazilik, yox, mənə nane lazımdır. Tapdım, nədən görə nanədir? Bunu qoyuram bura. Və musal belə barbekü sos götürdüm. Çox dadlıdır barbekü sos. Qablar təmizdir, produktları xaladelnika yığdım. Evə toz soranlayıram və qaldı yeri silməyə. Burada Mursalla söhbət eləyə çəkmişəm videonu, mənə güldürür. Bugünə heç bir planımız yoxdur, sadəcə evdəyik, mağazaya getmişdik. Bugünkü günümü evdə keçirtmək istəyirəm, daha sonra kitab oxuyacağam, yemək hazırlayacağam. Hava da ki, burada yaydır, möhtəşəmdir. Sanki 3-4 gün əvvəl mən deyildim kurtka, papaq, şarf ilə gəzən. Hətta Bakıda qar yağanda və çox soyuq olanda bura yenə də isti idi. Demək olar ki, qış paltarlarını hamısını yığmışam və yay paltarlarını ancaq çıxardıram və geyinirəm. Bu vlog isə sona çatır. Məncə qısa vlog da olsa maraqlı alınıb. Bəs sizcə? Rəylərdə bildirin. Və unutmayın ki, siz mənim motivasiyamsınız. Siz mənim videolarımda rəy bildirməyəndə və mənə abunə olmayanda mən çox pis oluram. Ona görə tez mənə abunə olun və bu videoya bir like qoyun. Mən də çalışdığım qədər sizlər üçün maraqlı və tez-tez vlog paylaşacağam. Və unutmayın ki, mən Instagramda və TikTokda da varam.
Orada olan videoları elə olur ki, burada paylaşa bilmirəm. Ona görə digər səhifələrimə də abunə olmağı unutmayın. Digər səhifələrdə əsas makiyaja aid videolar paylaşıram. Amma YouTube mənim üçün balaca bir evdir. Burada ürəyim necə istəyir, necə varamsa, elə də videonu çəkib paylaşıram. Bu mənim sanki balaca bir dünyamdır və hətta özümə belə hərdən maraqlı olur və girirəm vloqlarıma baxıram.